Değerli dostlar, selamlar. Yeniden Kollek TV ekranında sizinle birlikte e, yeni bir konu ve yeni bir mevzu üzerinde danışacağız. Bugün 1401. ilin Aban ayının 11'i, 2022 ilin Noamr ayının ikisidir. Bugün başlığımızdan da, video başlığından da bildiğiniz üzere ülkelerin, Batı ülkelerinin burada tepkileri ve elbette sadece Batı dünyası değil, başka ülkelerde, yani İran'a karşı olan ve İran'a karşı olmayan, müttefik olan, dost olan ülkeler bu konuda çok ihtiyacı yok. Bilirsiniz, yaklaşık demek olar ki bir 40 güne yakındır ki İran etirazları İran'da çeşitli şehirlerde, büyük ve küçük şehirler, 100'e yakın veya 100'e aşkın üniversitede, İran'da çeşitli çeşitli derbiristanlarda öğrencilerin protestoları var. Bu protestolar sabahta, yarın çok yaygın bir şekilde bildiriler verildi ve devam edecek. Umut ediyoruz ki bunlar devam eləsin ve yakın bir gelecekte İran İslam Cumhuriyeti'nin tamamen ortadan kalkmasını görebiliriz. Ancak bildiğiniz gibi her bir hareketin iç mekanizmaları ve elbette ki uluslararası ve beynelmiləl mekanizmalar da onda dəxildir. Hiçbir hareket elbette ki sadece bunlardan birine sahip olmakla nəticə və sonuca ulaşmaz. En azından indiki durumda, indiki vəziyyətdə, indiki çağda, olduğumuz çağda bu belədir. Əlbəttə, geçən illərdə, geçən yüzildə, bəlkə 19-cu əsrdə, 20-ci əsrdə ki, onlarda da qismən biz buna şahid idik ki, çeşitli devrimlər, çeşitli dəyişikliklər, fərqli güclərin qışqırtma demeyelim, himayəti ilə, dəstəyi ilə də çox rahat bir şəkildə necə deyirlər, zəfər çalıbdı və pirz oldu, belə deyək. Məsələn, Fransa devrimi bilirsiniz ki, İngiltərənin böyük o dönemdə Britaniyanın dəstəyi ilə də dəstəyini almışdı. Jacoben dediğimiz gruplar İngiltere'nin desteği de vardı onların arkasında. Her halde günümüze geldiğimizde biraz önce de bahsettiğimiz gibi bir iç mekanizmalar var, bir de dışarıda olan, eşikte olan mekanizmalar var. Bu mekanizmalar elbette ki çeşitli devletlerin bu protestolar ve itirazlara bakış açısı ve yaklaşımı. Bildiğiniz üzere ilk günlerden beri pozitif bakış açısını ve himayesini ve desteğini manevi olarak en azından bu itirazlara ve insanlara, hususlara gösterdiler. Misal için bildiğiniz gibi ilk günlerde İran Cumhurbaşkanı İbrahim Reisi aynı günde Amerika Başkanı, ABD Başkanı Joe Biden de bir söhbətində, bir çıxışında, o gün gerçekleşen çıxışında İran xalqindən himayət elədi. Bu protestoları haqlı olarak güdü, öz dəstəyini bu protestolara vermiş oldu. Bu rəsmi bir şəkildə və onun hemen ardından da əlbəttə bu internet məsələsi bilirsiniz Robert Malley tərəfindən bəzi əlbəttə qarışıqlıqlar oldu. O həddini aşanda itirazına sebep verdi. Ancak bilirsiniz Almanya olsun, Fransa olsun, Avrupa Birliği ülkelerinin neredeyse hamısı hardasa öz desteklerini bu protestolara vermiş oldu. Bu elbette çok güzel bir meseledir. Ancak bazı dostlarımız, bazı gruplar, bazı bu yanlıştır. Çünkü belki bu dostlarımız böyle düşünürler ki Batı dünyası
Batı ölkələri, Fransası, İngiltərəsi, Almaniyası və Amerika Birləşik Devlətləri və ya Kanadası gəlib doğrudan bu məsələyə əl atmalıdırlar və müdaxilə eləməlidirlər. Onsuz da İran İslam Cumhuriyyəti məqamları, özellikle Xamenei bu hərəkəti eşiyə bağlamaq istəyir və bugünkü uzun sarsaq-sarsaq söhbətində də bunu yenidən təkrar ortaya qoymuş oldu. Yəni açıq deyim, necə ki şənbə günü də söhbət elədi. Kim söhbət elədi? Sərdar Səlami. Sözdə Sərdar deyək. İran Devrim Mühafizlarının komutanı və hər kəsi təhdid elədi və dedi ki, evinizi təhdid elədi və bərxurd edəcək. Yəni, bunlarla müqabilə edəcək. Yəni, vəziyyət elə bir duruma gəlib çatıb ki, artıq burada ehtiram və saygı deyə artıq bir şey qalmır. Yəni, çünki ortada bir devlət yox, ortada bir yönetim yox və bu yönetimlərə və bu yönetimin başında olan, yanında olan, yörəsində olan, çevrəsində olan kimsəyə ehtiram və saygı yoxdur, artıq yoxdur və hər türlü əlimizdən gələn söhbəti eyləmdə və sözdə bunların əleyhinə yapmalıyıq. Çünki bunlar artıq heç bir şey, heç bir məntiq, heç bir əqlaniyyət, heç bir rasyonalitəyə qail deyildir. Yəni, açıqcası illər boyu söhbət elədiyimiz məsələ yavaş-yavaş demək olar ki, öz yerini tapıb və şəxsən, naçizanə illər boyudur. Bunu sürəkli yazılarımda da, söhbətlərimdə də dilə gətirmişəm ki, İran İslam Cumhuriyyəti islah olunmayan bir sistemdir. Əgər İran İslam Cumhuriyyətində bir şeyləri əldə etmək istəyən varsa, umutlanmasın. Çünki o istəklər İran İslam Cumhuriyyətinin eşiyində, dışarısında gerçekleşə bilər. Və onun tək şərti budur ki, bu sistem, bu rejim tamamen ortadan qalsın və aradan geçsin, yəni yox olsun. Və yeni bir sistem gəlsin. Bəlkə o sistemdə bu istəklərimiz gerçekleşə bilər. İndiki vəziyyətdə bir çox ölkə mənəvi olaraq öz himayətin bu protestolardan, bu haqlı istəklərdən, insan haqları odaqlı istəklərdən, özellikle qadın hərəkatından dilə gətiriblər. Ancaq bir də bunun qarşı tərəfi var. Qıssaca bunu da söhbət eləyək və yavaş-yavaş videomuzu da toparlayaq. Bilirsiniz ki, İran İslam Cumhuriyyətinin, İran İslami rejiminin əlbəttə ki, qarşı tərəfdə olduğu kimi bir də yanında olan bəzi ölkələr, Güney Amerikada olan Venezuela kimi ölkələr də var. Bunları bir kənara qoyuruq. Çin və Rusiyanı nəzərdə alıb İran İslam Cumhuriyyətinin bu konuda siyasətini yeritdiyini görürük. Onların medialarında, onların rəsmi söhbətlərində, rəsmi danışıqlarında, saçma danışmasından yola çıxaraq da eyni şəkildə bu protestoların və etirazların eşikdən qaynaqlandığını və dəstəkləndiyini görürük, yazdığını görürük. Buradakı məsələ budur. Batı tərəfi, yəni etirazları, milləti, insan haqlarını dəstəkləyir və həddindən daha çox, yəni o diplomatik taamüllər də məsələsi olursa, qarşı tərəfdə Çin və Rusiya çox daha etkin bir şəkildə məsələyə girə bilərlər. Əgər belə düşünürəm, əgər İran İslam Cumhuriyyəti, İran rejimi bundan daha çox sıxıntıya girmə məsələsi, mövqeyiyyəti gəlirsə, kəsinliklə Çin və Rusiya hər zaman olduğu kimi ittilati və istihbari olaraq da İranda bu rejimi dəstəkləyəcəklər. Çünki İran İslam Cumhuriyyəti onlar üçün məntəqədə bir paygahdır, bir qərargahdır, stratejik bir müttəfiqdir. Ancaq bu stratejik müttəfiqi qorumaq istəyəcəklər. Suriyə içində belədir. Yəni İran İslam Cumhuriyyətinin
ortadan kalkması ve İran'da bir demokratik ve laik bir sistemin ortaya gelmesi, bir taraftan da Suriye'nin rejiminin sıkıntıya girmesi anlamına gelecektir. İkincisi, hali-hazırda Rusya bir savaş içindedir, Ukrayna ile bir savaş içindedir. Bir müttefike kesinlikle Orta Doğu'da ihtiyacı var. Bu müttefik İran'dır hali-hazırda. Bu müttefikini elden vermek istemeyecek. Onun için demek istediğim bu ki, eğer İran İslam Cumhuriyeti rejimi sıkıntılı bir vəziyyətdə, daha sıkıntılı bir vəziyyətdə, elə bir vəziyyət ki, öz gücü ilə, öz istihbari, ittilaati və nizami gücü ilə bu məsələyə toparlama bunlardan yararlanacaqdır. Ancaq ondan daha təhlükəlisi düşünürəm ki, İranın son illərdə özellikle Qudus gücü, yani Sepah-ı Qudsun dəstəklədiyi və düzənlədiyi və qurduğu Şiə qrupları və Şiə milis qruplarından istifadə eləmək. Bunlar hangisidir? Hangi qruplardılar? Əlbəttə ki, Həşd-ü Şəbi qrupu var ki, Suriye'də, Əraqda bunlar fəaldılar. Lubnan Hizbullahı var. Doğrudan İran İslam Cumhuriyeti'nden kurmuş olduğu Fatimiyyun ve Zeynebiyyun grubu var. Hatta bunu da deyip belki çeşitli bazı ülkelerden, misal için Azerbaycan Cumhuriyeti'nde faal olan Şia gruplarını da istifade edip ve misal için demek istediğim bu meselelere təvəccüh ve dikkat eləməli yox. İndidən bu grupların, en azından bu grupların ve bu ülkelerin uluslararası camiada bu denli meseleye girişmelerinin önünü kesmek için olduğumuz ülkelerde Avrupa ülkesi olsun, Avrupa ülkeleri olsun, Amerika olsun, Kanada olsun, Türkiye olsun, özellikle Azerbaycan Cumhuriyeti'nde olan dostlarımızdan xahiş edirəm ki, ülkenin məqamlarına ve siyasi şəxsiyyətlərinə yetirsinlər, milletvəkilləriyle görüşsünlər, çeşitli məqamlarla görüşsünlər və bu məsələni onlarla necə deyirlər, ortaya qoysunlar və söhbət eləsinlər və danışsınlar ki, indidən en azından o qrupların fəaliyyət çərçivəsi, fəaliyyət necə deyirlər, sahəsi o ülkelerde kısıtlansın ve hareket kabiliyetleri məhdudlaşsın. Bugünlük bu kadar. Çok sağ olun. Neçə dəqiqə danışdığımı bilmirəm, ancaq umuram ki, çok uzun bir video olmasın. Çalışırıq ki, kısa videolarla yoğundur, sürətlə və hızlı bir şekilde meselelere dikkat yetirmeye çalışırıq. Çok sağ olun ki, bizi dinlediniz. Sağ kalın, salamat kalın. Her zaman